Yani şimdi Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ne söyledi? Bir onu hatırlayalım. Bugün Ulusal Güvenlik Konseyi toplantısına başkanlık etti. Çok netti ifadeleri, dediğimiz gibi Ermenistan'ın 30 yıllık Karabağ işgali, bu işgali desteklemiş olan İran'ın bu sefer önce Türkiye ardından Nahçıvan'ı hedef alması, Azerbaycan toprağını hedef alması, Türkiye sınırında. Bakın nasıl son derece sert bir uyarı. Olursa size katkı mahiyetine naçizane bir şey ekleyeyim. Bu güvenlik kurulu toplantısı da olağan bir güvenlik kurulu toplantısı değildi. Doğru. Bu Nahçıvan'a saldırı nedeniyle olağanüstü topladığı güvenlik kurulu. Düşünüyorum ki bu da önemli olduğunu düşündüm. Onun için son derece önemli. Ne dedi bu olağanüstü güvenlik konseyi toplantısında Aliyev? Aktaralım. Gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamak isteyenler, onların başı yarıldı. Demir yumruq vasitəsilə. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, İran'ın Nahçıvan özerk bölgesini hedef alan İHA'lı saldırısının ardından Güvenlik Konseyi'ni topladı. Toplantıda konuşan Aliyev, İran'ın saldırısını terör eylemi olarak niteledi. Azerbaycan'a karşı işlenen bu temelsiz terör eylemi ve saldırganlıkla uzlaşmayacaklarını söyledi. Silahlı kuvvetlerimize misilleme tedbirleri hazırlama ve uygulama talimatı verildi dedi. Bugün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir. Üzr istənilməlidir və bu terror aktını törədənlər cinayet məsuliyyətinə cəlb edilməlidir. Aliyev bunun İran'ın Azerbaycan'a karşı gerçekleştirdiği ilk terör eylemi olmadığına dikkat çekti. Ocak 2023'te Azerbaycan'ın Tahran Büyükelçiliğine hedef alan saldırıyı hatırlattı. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında hardasa 40 dəqiqəyə qədər davam edirdi. Uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub və terrorçu edam edilmişdir Azərbaycan nümayəndələrinin gözü qarşısında. Bu dəfə də cavab eyni olacaq. Aliyev, Haziran ayında Amerika Birleşik Devletleri, İsrail ve İran arasında patlak veren 12 gün savaşının ardından Azerbaycan'ın izlediği tutuma da vurgu yaptı. İran tarafını Azerbaycan topraklarının hiçbir komşu devlete karşı kullanılmayacağı konusunda defalarca bilgilendirdiklerini anlattı. Buna rağmen Tahran'ın asılsız suçlamalarını sürdürdüğünü söyledi. Özellikle İran devlet yapıları tarafından kontrol edilen medya kaynaklarının Azerbaycan'ı karalamak ve İran'da yaşayan Azerbaycanlıların görüşlerini değiştirmek amacıyla çirkin, iftira dolu bir kampanya yürüttüğünü aktardı. Yaxşı bilirlər ki, bugün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox Azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak eləmir və eləməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Biz qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirtməyə nə marağımız var, nə də bizim siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan
işğalına son qoymuşuq. İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq. Və İranda bunu unutmasınlar. Aliyev bize karşı bu terör eylemini gerçekleştirenler pişman olacak diye konuştu. Gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər, onların başı yarıldı dəmir yumruq vasitəsilə. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Etiraz notası veriləcək. Digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Bu leke onların çirkin ve iğrenç yüzünden asla silinmeyecek diyen Aliyev'in mesajı netti. Silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, əyləşin. Dövlət Sərhəd Xidməti, əyləşin. Digər bütün bizim xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvəyə qarşı bizim dəmir yumruğumuzu onlar görəcəklər.